Son zamanlarda heç sevmədiyim bir cümlə var. Mənə görə artıq bu bir parazit frazaya çevrilib. Birinə bir şey danışırsan, hər şey yaxşı olacaq. Bu mənə görə motivasiya deyil. Motivasiya edən cümlə heç deyil. Yəni buna çalışmaq lazımdır axı yaxşı olması üçün. Oturduğum hər şey yaxşı olacaq deyə bir şey yoxdur. Hər bir insanın emosional tərəfləri var və rasional tərəfləri var. Məntiqlə və hisslərlə idarə olunur. Duyğusal, duyğu tərəfləri, və hisslər ağılla, və eyni məntiqlə. zamanda stratejik, yəni ağıl, məntiq tərəfləri. Bəli. İnsan var ki, bunun məntiqi tərəfini qoyur kənara, ancaq o hiss tərəfindən danışır. Emosional tərəflər. Və hisslər sabahı ümidə bağlayır. Dünəni şansa bağlayır. Nə dünən var, nə sabah var. Təşəkkür edirəm. Real olan bugündür. Əgər dünəni şansa bağlayırsansa, bəxtə bağlayırsansa, sabahı ümidə bağlayırsansa, onda sənin xoşbəxt olma ehtimalın azalmış olur.